ümumiyyətlə nigah keçmişin qalığıdır. Nigah bağlamaq nəyə gərəkdir? Biz görürük bir sıra ölkələrdə indi bu dalğa bizə də toxunub, bizdə də var, bizim mədəniyyətə də təsir edib və bizim də şüurumuzda dəyişiklik baş verir ki, nigaha girmək nə lazımdır ki? Nigahın içində nə baş verir? Nigahın içində bir kişi bir qadınla bir evdə yaşayırlar və birgə qururlar həyatlarını və nigahın bağlanması nəyə gərəkdir ki? Bu keçmişin qalığıdır və nigahsız da kişi ilə qadın birlikdə yaşaya bilir. Müqəddəs kitab isə nigahın kişinin istəyi ilə, qadının istəyi ilə yarandığını göstərmir bizə. Müqəddəs kitab isə bizə tamamilə başqa bir şəkil verir ki, nigahın Allah tərəfindən yaradıldığını söyləyir. Allah tərəfindən yaradıldığını söyləyir. Nigahın dərin ruhani mənası var. Əgər biz nigaha mənim sevgilimlə yaşadığım bir məkan kimi, bir dövr kimi, həyatımın bir hissəsi kimi baxırıqsa, bu nigaha çox səthi, bu nigaha çox bəsit yanaşmadır. Əslində nigahın ruhani, dərin bir ruhani mənası var. Və bu ruhani mənanı anlamaq üçün müjdəni anlamaq lazımdır. Müjdəni anlamaq lazımdır. Müqəddəs kitabda Yaradanımızın bizə olan mesajını anlamaq lazımdır və müjdəni anlamadan nigahı anlamaq qeyri-mümkündür. Əgər biz müjdəni anlamırıqsa, biz nigahı da anlamayacağıq.